Sənətimizin vurğunu olan bir insandır Fəxrəddin müəllim. Biz onunla fəxr edirik. Mən şəxsən fəxr edirəm ki, Kürün Şirvan tayında belə gözəl ziyalılar var. Mənim belə gözəl qardaşım var. Şəxsiyyətinə hörmət elədiyim, pərəstiş elədiyim bir şəxsiyyət var. Və mən həmin şəxsiyyəti həmişə yüksək qiymətləndirmişəm. Anton müəllimin məclislərindən mən zövq almışam həmişə. Anton müəllimin dediyi sözlər Qızıldan qiymətli sözlərdir, onların ümumiyyətlə qiyməti yoxdur. Fəxrəddin müəllim, buyuruq. Çox sağ olun. Mən çox məmnunum ki, mənə söz verdiniz. Mən səhərdən, mən çoxdan oturmuşam. Yox, görməmişəm. Olar, mümkün şey deyil. Mən xahiş edirəm ki, Mahir mümkünsə bura gəlsin. Mahir. Oturduğum andan bütün bu məclisə gələn yoldaşlar oturduqları andan mən elə səhərdən Bayat İsfahanın sehrindəyəm. Mən səhərdən oturduğum andan Döymə Kərəminin sehrindəyəm. Zəmin Xarənin sehrindəyəm. Mən çox diqqətlə fikir verdim ki, ilahi görəsən o Bayat İsfahan oxuyan tapılacaq, burada tapılmayacaq. Və çox şükür ilahinin kərəminə ki, biz o Bayat İsfahan işitdik. Bayat-ı Şiraz muğamı Ərusi musiqi gedir, musiqi ədəbiyyatında. Musiqi ədəbiyyatında Ərusi musiqi gedir, yəni musiqinin gəlini adı altında gedir. Elə həqiqətən gəlindir. Çünki Allah Taala hər tərəfdən bəzək zinət verir o muğama, Bayat-ı Şiraz muğamına və onun ən gözəl yerlərindən biri də Bayat-ı İsfahandır. Ahdır, nalədir, amandır, məhəbbət azarına tutulanların kədəridir, naləsidir. Zabit müəllim, çox sağ olun. Nə yaxşı ki, dünyada sizin kimi xanəndələrimiz var. El sənətkarlarımız var. Biz sizə valih olduq, şəxsən mən valih oldum. Doğrudan da elə sizi dinləməyinə dəyir. Və bütün bu burada iştirak edən, toya çağırılan yoldaşlar, ola bilsin ki, kənardan oturub müşahidə edənlər də var öz evlərində. Bu yoldaşlar, bu insanların hamısı Mahir qardaşımıza təşəkkür etməlidir ki, bu tərtibatı verib. Bu tərtibatı verib, elə bir ki, hamısını dən seçib, başda Zabit müəllim olmaqla, öz gözəl musiqisi ilə və nə yaxşı ki, bizim gözəl ziyalımız düzdür, məni çox təriflədi. Amma mən sözün həqiqi mənasını verim. Savadlı bir filolog. Bütün bizim el şənliklərinin bəzəyi Teyyub müəllim bu məclisin söz mülkünün sahibisidir. Və burada adam söz deməkə də çox çətinlik çəkir. Bağışla bir dəqiqə, söz deməkə çox çətinlik çəkir. Çünki nə söz, musiqi olandan sonra nə söz. Amma biz toya çağırılmışıq. Bizim toya arzularımız var. Bizim Mahir qardaşımıza arzularımız var. O arzularımızı mən şəxsən öz arzumu Nizami, şair dostum Nizami Göydərəlinin bir sözü ilə və sonra bir dənə Seyid Əzimdən bir qəzəl deyəcəm, sonra sizə sözə xitam verəcəm. Belə bilirəm ki, mənə icazə verər Teyyub müəllim. Xarçı qardaş, kəmança qardaş, bəyələri yaxşı hablı sevgiyə saldım. Biz ona qulaq asıb. Yandırdı, çalmadı. Mirzə Söyün sevgahı var, yetim sevgahı var. Amma habil sevgahı da var. Öz aramızdır. Çahargahın mənsuriyəsində sevgah pərdələri vurma Habilə məxsusdur. Çox sağ ol. Şehrazada sevgah vurma bu iki ay. Habil sevgahı çalır. Bu nə zamanədir gəlib yetişdik, Tanrının, Xudanın gözündən düşdük. Soyuqdan titredik, alovdan pişdik. Pozulub tərəzi daşı mizanı. Allah özün qoru belə dünyanı. Allah özün qoru belə dünyanı, belə insanları biz dinləyək. Allah özün qoru belə dünyanı ki, biz bu toyun böyüyün görək. Məhz bu insanların iştirakıyla, məhz bu gözəl Zabit xanəndəmizin
bunun iştirak edən. İnsanlar susayır vara dövlətə, əqidə satılıb ucuz qiymətə. Kimi zər geydirir pişiyə, itə, kiminin sabaha yoxdur gümanı. Allah özün qoru belə dünyanı. Allah özün qoru belə dünyanı. Teyyum müəllimin bir səsini eşidək. Zabit müəllimin ləhcələrinə qulaq asaq. Bu çalğıçlarımızın gözəl ahəngdən musiqisini eşidək. Kiçiklər onamır böyük sözünə. Qarışqalar girir filin gözünə. Nadanlar tüpürür haqqın üzünə. Qaytar qəlbimizə itən inamı. Allah özün qoru belə dünyanı. Analar gözündən qan yaş dökülür. Cavan igidlərin beli bükülür. Taxıl pula gedmir, nəşə əkilir. O izzət, o bərəkət, o şöhrət hanı? Allah özün qoru belə dünyanı. Dənizlər çirkidir, səmalar duman. İnsanlar, ölkələr qarışıb yaman. Daha mahir qardaş, yaxşılığa qalmayır güman. Bu yazı körpələrin nədir günahı? Allah özün qoru belə dünyanı. Bu dünya yolundan izindən çıxıb. Bu dünya iğnənin gözündən çıxıb. Dünya şairlərin sözündən çıxıb. Bizə ilham verən o dünya hanı? Allah özün qoru belə dünyanı. Allah özün qoru belə dünyanı. Biz bu toyun böyüyündə iştirak edək. Və sonda Allah qismət eləsin. mən bu mahir qardaşım özü Seyid Əzim pərəstir, Seyid Əzimi sevəndir. Mən də Seyid Əzimi sevirəm. Seyid Əzimi kim sevməz ki? Bir insan ki, gözəlliyin vəsfində qələminə heç bir tay bənzəri, manəndi olmasın, onu kim sevməz ki? Və sənə xatir, məclisə xatir, kasetdə baxıb məni xatırlamağa xatir və bu məclisin mübarəkliyinə xatir Seyid Əzimdən bir yazdım. Nə nəzakət, nə vəcahət, nə məlahətdir bu. Gördünüz sarığı hər kəs, dedi cənnətdir. Fitnələr düşdü cəhanı qədim mövzunundan. Və nə qavmət, nə səbahət, ədə nə qiyamətdir bu? Etmədin aşiqə lütf etməyi adət birdən. Ey şəy mülki cəfa, səndə nə adətdir bu? Çeşmi xun xali tökə qanunu eydi, şükür et, əcəb eləyir. Laf canını da alır sənin. Allah'a əli qaldırırkən Allah sənə çox şükür o çeşmi xumarı ilə mənim qanımı töküb. Çinmə boğulma, çeşmi xunxarı tökə qanunu eydi, şükür et. Var sənə mərhəməti eyni inayətdir bu. Can verib vəsliyə yetmək ola məqdur əgər, ey fəda can sənə kim, canıma minnətdir bu. Əgər sənin müsalıva yetirmək əvəzinə mənim canımı istəyirsənsə, elə hesab elə mənim boynuma böyük bir minnət qoyursan, Allah səndən razı olsun. Demədim mi sənə mən eşqidən ey dil həzər et, düşmüsən indiqə öldərdə, nə halətdir bu? Yenə can tazələrin şeiri şəkər barindən, sevgi da şeir deyil, kəşf-i kəramətdir. Allah bu məclisi mübarək edesin. Allah dünyamızı qorusun, bu məclisin böyükün görək. Məhz bu yoldaşların iştirakı. Və sonda Teyyum müəllimə təşəkkürümüzü bildiririk. Teyyum müəllim gözəl, savadlı bir insandır. Və sonda hansı muğam deyək ki, hansı parçanı deyək ki, biz təzdən qulaq asaq. Ona görə də Zabit müəllimin öz üzərinə durub, kiçik bir hissə, kiçik şöbə, çünki vaxt keçir. Biz onsuz da səhərdən sizdən feyziyab olmuşuq. Mümkün olsa rastdan bir kiçik şöbə, ya vilayətini, ya öz ixtiyarınızda, hansını buyurursunuz, hansını məsləhət bilərsiniz, özünüz bilərsiniz. Allah bu məclisi mübarək edin. Çox sağ ol. Bir daha bunun böyüyün arzulayalım sənə.